Gördüm ki təpənin üstündə 3 dənə erməni var və həmin onlardan da biri 5-7 metr sağda 3 dənə də erməni oradadır. Qeyri-adi səs çıxdı ondan, bağırtı səsi. Hətta ikinci gülləni vurdu, ondan yenə səs çıxdı. Üçüncünü başından vurdu deyəsən, ondan sonra onun səsi tam kəsildi. Qarşı tərəfdən erməni qayıt dedi ki, ara okey. Bizim uşaqlardan biri hal-hazırda xidmətdədir, Vətən müharibəsi qəhrəmanı. Qayıt dedi ki, növbəti fəaliyyətimiz Füzuli istiqamətində oldu. Füzuli istiqamətində bir yüksəkildə yerləşdik. Yüksəkildə yerləşəndən sonra orada dairə mühafizəni aldıq. Bizə dedilər ki, ora qədər gizli fəaliyyət icra eləməlisiniz. Həmin vaxtı onların malları, heyvanları orada gəzirdilər. Heç özlərində xəbəri olmadı. Bir meşəli ərazi idi. Bir yüksəkildə biz idik, amma bizim qarşımızdakı digər yüksəkildə erməninin bir xeyli canlı qüvvəsi var idi. O yüksəklə bizim aramızda da 400-500 metr məsafə var idi. Biz olduğumuz yerə pexotadan canlı qüvvə gəlməli idi. Biz olduğumuz yerə onlara təhvil verməli idik. Mayor Səfərli gündüz rabitədə məni və snayper heyətindən çağırdı ki, bu tərəfdə də düşmənin canlı qüvvəsi olduğuna görə snayperlərdən lazımdır. Orada yüksəklik çox idi. OSP 96 ilə mən və bizim bir gənc snayperimiz var idi. Şəhid oldu, o da başından vurdular. Allah rəhmət eləsin. Şəhid Əsgərov Musa. Hərbi hissədə 2 dənə Əsgərov Musa var idi. Biri zabit idi Cəllabaddan. O Şubanında olan hərbi hissədə xidmət edirdi. Onların tərkibində döyüşürdü. O da qəhrəmancasına döyüşmüş bir zabitimiz idi. Əsgərov Musa da gənc olmasına baxmayaraq, həqiqətən də mərd idi. Onun videosu da var, bəlkə də izləyənlər olub. Əsgərov Musa ilə mən eyni mövqedə yerləşdik və gözlədik. Mən əlimdə olan report cihazı var idi, müşahidə cihazı. 40 böyütmədi o da. Gördüm ki, təpənin üstündə 3 dənə erməni var və həmin onlardan da biri 5-7 metr sağda 3 dənə də erməni oradadır. Gördüm durbindən bizim sol tərəfimizə, aşağı tərəfə baxırlar. Mənə maraqlı gəldi ki, görüm onlar hara baxır. Durbini fırladım mən də onların baxdığı istiqamətə baxanda həmin vaxtda bizim qarşımızda olan dağın, onlar olan dağın daha doğrusu arxasından artilleriya atırdı. Hiss elədim ki, bu artilleriya elə bir silahdır ki, artilleriyanın gözü onun yönləndirəndir. Yəni artilleriya uzaq bir məsafədən atış eləyir, amma ona koordinatları, atışı yönləndirən onu şəxsiyyət olur. O 3 nəfərdə hiss elədim ki, həmin o artilleriyanı yönləndirir və baxdım ki, onlar baxırsa buradan haransa görüb yönləndirirsə, onların baxdığı yeri mən də görə bilərəm. Onların baxdığı istiqamətə baxanda gördüm ki, bizim qüvvələrin 10-15 maşın olardı bəlkə, şəxsi heyətidir. Artilleriyanın mərmilərinin ora düşdüyünü gördüm də həmin vaxtı. Yəni, maşınların ətrafına düşdü və maşınlar dayanmışdı. Maşınlardakı şəxsiyyət düşüb mövqelər axtarırdılar. Artilleriya mərmisindən yayınmaq üçün səpələnirdilər ki, yəni artilleriya onları az tutsun. Şəxsiyyətdə çox bir qarışıqlıq yaranmışdı. Səfərli gündüzə dedim ki, bəs bunlar bizim şəxsiyyəti vururlar da. Mən də baxdım, gördüm ki, o lipodun içində olan nişangah torunun şkalalarına görə, maşına görə məsafəni çıxartdım. Təxmini 5 kilometr, 6 kilometr bizdən uzaq idi.
Bu onların yerləşdirdiyi 5-7 metr böyründə olan təhər heyəti də onların yaxınlaşmağını gözləyirdi. O əllə idarə olunan raket qurğusudur, tank əleyhinə, texnika əleyhinə. O 3 kilometrə qədər məsafədə vurmağa başlayırdı. Yəni 3 kilometrdən yaxını vurur. Bunlar da orada hazır gözləyirdi ki, onlar bunların istiqamətinə gələndə artıq artilleriya yox, bunlar vursun onu. Yanlarında da mərmilərin töküblər, oturublar, gözləyirlər hazır vəziyyətdə. Mən Səfərli Gündüzə dedim ki, bu artilleriya həmin yeri vurur da, icazə versən onları vururum. O da zarafata qayıt dedi ki, vura bilərsən. Mən də kinodakı kimi dedim, vurmağa gəlmişik də. Dedi, vur. Məsafəni çıxartdım. Klikləri tam dəqiq verdim, yan düzəlişi verdim və şəhid Əsgərov Musaya dedim ki, müşahidə elə. O da baxır. İlk qayanın üstündəkini vurdum. Qayanın üstündəkini vuran kimi qayadan elə o aşağı düşdü. Digərləri, onlar bilmir axı burada özlərindən başqa heç kimi bilmirlər də. Biz ora gizli şəkildə girmişdik. Digərləri başladılar sağa-sola baxmağa ki, nə oldu buna. Bunun gözləmədim. İkincisini də vurdum. Üçüncünü vuranda artıq bu heyət yox idi, təhər heyəti. Təhər heyəti başladı sürünə-sürünə, bilmirlər hansı istiqamətə geçsinlər. Biri sağa gedir, biri arxaya sürünür. Birin elə iməklədiyi yerdə vurdum. Artıq 4'üm vurmuşam. 4'üm vurandan sonra digər 2 nəfər atışın istiqamətini tutdu, qaçdılar. Qaçdılar, təhər silahı da qaldı orada. Mən Səfərli Gündüzə dedim ki, bəs bir dənə təhər qalıb. Dedi, onu da vur. Onu da vurdum və Vətən müharibəsi qəhrəmanı Zaur Hüseynov, Mayor Zaur Hüseynov da oradaydı. O özü də gördü, o partladı. O partlayandan sonra orada olan hansı ki Kamazdan tökülüşüb dağılışan uşaqlar, şəxsiyyət yenidən mən 40 böyütmə ilə baxıram da çox yaxınlaşdırırdı. Gördüm ki, maşınlara mindilər, kolon yenidən sərbəst şəkildə hərəkət eləməyə başladı. Yəni, həmin vaxtı mən o kolonu nə bilim, bəlkə də necə deyim, təkəbbürlü kimi çıxmasında, yəni onların əlindən xilas eləmiş kimi çıxdı da. Sonra oradan axşam komanda verildi ki, Görazıllı kəndinə hərəkət eləyəcəksiniz, Görazıllı kəndini götürəcəksiniz. O vaxta qədər biz hələ aşkar olunmamışdıq, onu da deyim, dairə mühafizə almışdıq, hər kəs meşənin içində, ağaclığın içində özü üçün səngər qazmışdı və yerləşmişdi. Hazır şəkildə aşağı tərəfdən şəxsiyyətdən rabitədə dedilər ki, bəs 4-5 dənə erməni əskəri bizim üstümüzə gəlir. Səfərli Gündüz dedi ki, gözləyin, hələ atma on. Onlar dedi ki, lap 5-6 metrliyimizdədir də. Dedi, vurun. Bunlar onları vurdular. Sırazı, hamısı yerindəcə məhv olundu. Həmin vaxtı güclü atışma başladı. Meşənin içində güllələr ağaclara dəyir, ora girir, bura girir. Vəziyyət elə bir vəziyyətdir ki, başı qaldırmağa imkan vermirlər. Biz də yerə yaxın olduğumuza görə uzanaraq vəziyyətdə atış eləyə bilirik ancaq. Amma çalışırıq dəqiq atış eləyək. Hardan atış gəlir, həmin o istiqamətlərə, yəni bir dənə atış gəlirsə, 3-4 nəfər həmin o istiqamətə atış eləyir. O dağın üstündə olan ermənilərlə bir xeyli atışdıq və onların çox heyəti məhv elədik. Çox şükür ki, bizim orada şəhidimiz olmadı. Ondan sonra hərəkət üçün əmr verildi Görazıllı kəndinə. Görazıllı istiqamətinə davam eləyəndə onların mülki maşınlarda kənddə yaşayan şəxsi heyətinin sürətli şəkildə çıxdıqlarını görürdük və hərəkətə
Hadrut istiqamətində gedəndə Gorazlı'nın sağ tərəfində bizim o vaxtki orada yaşayan əhalinin qəbirstanlığı var idi. Qəbirstanlıq istiqamətində hərəkət edirdik. Qəbirstanlıq istiqamətində hərəkət edəndə Səfərli Gündüzün əlində də VSS silahı var idi, snayperdi, susturucu ilə, yəni o səsi çıxmır atanda. Qabaqda o gedir, arxasıca şəxsiyyət. Qəbirstanlığın içinə girəndə bizə pusqu qurmuşdular. Baş daşların arxasında mövqeylənmişdilər və qabağa bələdçi kimi bir nəfəri qoymuşdular. O bələdçi də ona görə orada yerləşmişdi ki, gələni xəbər eləsin, arxa üzü hazır vəziyyətdə yerləşib də atışla məhv eləsinlər. Bu qabağa qoyulan bələdçi yatmışdı xoşbəxtçilikdən. Düzdür, orada biz tədbirləri görmüşdük. Döyüş qabağı düzüşdə hərəkət eləyəndə, yəni qarşıdan gələn atışda, ilk atışda nə eləmək lazımdır? Hamısı qabaqcadan təlimlərdə, hər bir yerdə öyrədilmişdi. Amma elə oldu ki, bu qabağımızdakı erməni yatdığına görə biz onların pusqusuna düşmədik. Amma onlar başladılar bizim güllələri yeməyə. Qabaqda olanı elə susturucu ilə həmin o yatanı yatdığı yerdə Səfərli Gündüz vurdu. Biraz qabağa gedəndə ikincini vurdu. O ikincinə qeyri-adi səs çıxdı ondan, bağırtı səsi. Hətta ikinci gülləni vurdu, ondan yenə səs çıxdı. Üçüncünü başından vurdu deyəsən, ondan sonra onun səsi tam kəsildi. Qarşı tərəfdən erməni qayıt dedi ki, ara okey. Bizim uşaqlardan biri hal-hazırda xidmətdədir, Vətən müharibəsi qəhrəmanı. Qayıt dedi ki, okey. Okey deyən kimi, yəqin ki, parol üst-üstə düşmədi. Bunların yəqin ki, parolu idi. Atışma başladı. Dəhşətli şəkildə atışma başladı. Kolon da çox uzun idi. Kolonun yarı heyətindən çoxu elə olduqları yerdə mövqələndi və gözlədi. Qabağa düşən şəxsiyyət bir xəttə açıldıq. Bir xəttə açılandan sonra atışa-atışa bunların üstünə getdik. Bunların üstünə gedən vaxtı daxili qoşunlardan bir mayor var. Hal-hazırda xidmətdədir, Qarabağ ordenli. O mənə dedi ki, bir dənə də RPK-nı qoyub qazılmış bir oyuq kimi idi. Onun içinə başdaşının arxasından atır. RPK da səpir dəməlli başlı gülləni. O mənə dedi ki, ovçu RPK-nı vur, PKK-nı vur. Mən də elə ayaq üstə qaldırdım silahı, nişan aldım. Vurmağımla düz başından da bir anlıq elə bir ki, sükut çöktü. Sükut çökən vaxtı şəxsiyyət birdən-birə Allahu Əkbər dedi. Allahu Əkbər deyəndə mən özümdən yox da içimdən o Allahu Əkbər sözü çıxdı. Allahu Əkbər və irəli getdik. İrəli gedəndə ilk güllə mənim sol ayağımdan dəydi, sürtdü getdi. Əlimi belə vurdum, gördüm ki, qan var. Ayağımı işlətdim, gördüm ayağım işləyir, hərəkət eləmək olar. Orada dayanmaq olmaz çünki. Hərəkət eləmək lazım idi, döyüşmək lazım idi. Məsafə də çox yaxın idi. 20 metrə qədər məsafə var idi. Mənim də üstümdə o 20 metrdə dolu daraq 4 dənə idi və mən həmin o ərəfədə artıq 2 darağı boşaldıb 3-cü darağı taxmışdım.